Mənə Şaumyanın yerini deyin, onu xilas eləməliyəm. Bunu mən yox, Azərbaycanın sabiq Daxili İşlər naziri deyib. O nazir ki, Xalq Cümhuriyyəti dövründə böyük işlər görmüşdü. Fövqəladə zəkası, istedadı ilə xüsusən seçilirdi. Qarabağ xanı Pənahəli xanın nəticəsi idi. Deyilənə görə Qarabağa ilk avtomobili məhz o, Behbud xan Cavanşir gətirmişdi. Onunla bağlı məlumatlardan biri də Mart soyqırımının iştirakçılarından olan Stepan Şaumyanla 8 il bir sinifdə oxumasıdır. Şaumyanın köməkçisi Olga Şatnovskaya yazır ki, Behbud xan 1918-ci ildə Şaumyanı ölümdən xilas etmək istəyir, lakin onu tapa bilmir. Şatnovskaya buna səbəb kimi Şaumyanın da vaxtilə Behbud xanı xilas etməsini göstərib. Digər bir versiya isə Behbud xanın Şaumyanı tapıb ədalətə təslim etməsi idi. Taleyin acı ironiyasıdır ki, Behbud xan Cavanşir 1920-ci ildə başqa bir erməni terrorçu Misak Tarlakyan tərəfindən İstanbulda Terra Palace otelinin qarşısında güllələnir. Dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmur. Son nəfəsində pəncərələri açın, havam çatmır, boğuluram deyir və gözlərini əbədi yumur. Ruhu şad olsun, xatirəsinə hörmətlə.